Salam, mən informatika müəlliməsi Vəliyeva Lamiyə. Bugün sizlərlə informatikadan test izahlarına baxacağıq. Testlərimiz Dövlət İmtahan Mərkəzinin yeni nəşr test toplusundan olacaq. Qeyd edim ki, biz bu mövzu üzrə, yəni kompüterin proqram təminatı və əməliyyat sistemi mövzusu haqqında bundan əvvəlki videomuzda 1-dən 50-yə qədər olan sualların izahını vermişdim. İndi isə hesablama hissəsi olduğuna görə bu bölmənin son hissəsini, yəni 51-dən deməli sonuncu suala qədər olan hissəni ayrı bir videoda çəkmək fikrinə gəldim və ümid edirəm ki, bu sizin üçün yararlı olacaq və İzaha başlamazdan öncə qeyd edim ki, kanalımıza abunə olaq, izahları bəyənək ki, bu tip videoların ardı gəlsin və sizlər bunlardan daha çox yararlanmağa çalışasınız. İndi isə keçək sualımıza. Deməli, 51-ci sualdan başlayırıq. Hər birinin həcmi 13.5 kilobayt olan 2 səs faylını, hər birinin həcmi 8.8 kilobayt olan 3 video faylı və hər birinin həcmi 2.6 kilobayt olan 4 mətn faylını kompüterin yaddaşında saxlamaq üçün neçə kilobaytlıq yaddaş sahəsi lazımdır və klasterin ölçüsündə 6 kilobayt verib. Klasterin ölçüsünü ona görə qeyd edir ki, bəzən deməli şagirdlər burada səhvliyə yol verir. Əvvəlcə faylların 2 fayl veribsə 2 faylını cəmləyib onları artıq klasterə yerləşdirməyə çalışırlar. Xeyr, bu bir düzgün yanaşma deyil. Əvvəlcə biz bir səs faylının yerləşdiyi klasteri tapırıq, sonra onun ikisinin cəmini ayırarıq. Yəni hər birini ayrı-ayrı klasterlərə yerləşdiririk, sonra cəmini tapırıq. Ona görə də birinci baxırıq ki, 2 səs faylı verilib və hər birinin həcmi 13.5 kilobaytdır. Deməli, birinin əgər həcmi 13.5 kilobaytdırsa, bu neçə klasteri yerləşər? Deməli, klasterimiz 6 kilobaytdır. Baxaraq bir klaster bizə bəs etməyəcək. 2 klaster götürsək, 2 klasterimiz olur 12 kilobayt. 12 kilobayt da 13.5 kilobayt da demək bizə bəs etməyəcək. Biz onda 3 klaster götürürük. 3 klaster götürürük. 3 klaster olacaq 18 kilobayt. Bəli, burada artıq 18 kilobayt yerləşə biləcək. 18 kilobaytın daxilində bir səs faylının demək həcmi yerləşə bilir. Bizə əgər 2 səs faylı veribsə, onda biz 18 kilobayt üstəgəl 18 kilobayt götürürük. Yəni 3 burada, 3 klaster burada, 3 klaster də burada. Toplamda 2 səs faylına bizdə 6 klaster gedəcək. 6 klasterdə olur, deməli 36 kilobayt. Bu oldu səs faylının. Gəlirik indi hər birinin həcmi 8.8 kilobayt olan 3 video faylı. Deməli 3 video faylı var və bunun birinin həcmi 8.8 kilobaytdır və klasterimizin biri 6 kilobayt olduğundan 6 kilobayt bizə bəs etməyəcək. Biz onda artıq 2 klaster götürürük və bir video faylı üçün 2 klaster olur. Deməli 12 kilobayt, 12 kilobayt burada olsa və 3 video fayl dediyinə görə biz deməli 12, 12, 12 ümumilikdə deməli oldu 36 kilobayt. 36 kilobayt və neçə klaster istifadə etdik? Deməli 3 olduğundan 2, 2, 2, 6 klasterdə burada istifadə etdik. Bu da oldu videonun. Sonra isə və hər birinin həcmi 2.6 kilobayt olan 4 mətn faylının. Deməli, bir mətn faylı 2.6 kilobaytdır. Bir klasterə tam yerləşir, hətta artıq da qalır. Bizə əsas odur ki, faylın özü tam yerləşə bilsin klasterdə. Onda 4 mətn faylı varsa, biz elə 4 klasterdən istifadə edəcəyik. 4 klasterimiz olur 24 kilobayt və bu da oldu mətn. İndi bizdən nəyi soruşur? Bizdən soruşur ki, kompüterin yaddaşında deyir, bunların hamısını saxlamaq üçün neçə kilobaytlıq yaddaş sahəsi lazımdır. Onda hesablayarıq 36, üstəgəl 36, üstəgəl 24. Bu da olacaq 60, 72, bu da 72, 96 kilobayt.
Cavab olacaq 96 kilobayt B variantı. Sonra keçək 52-ci suala. 52-ci sualda qeyd olunur ki, diskdə 12 kilobayt səs faylı və 27 kilobayt qrafik fayl olarsa, bu fayllar ümumi neçə klasterə yerləşər? Yenə də baxırıq. Diskdə deyir 13 kilobayt səs faylı. Bir klasterimiz 5 kilobaytdırsa, bizə 2 klaster 10 kilobayt eləyəcək, yenə yerləşmir. 3 klaster olsa olacaq 15 kilobayt. Bəli, deməli 3 klasterə 15 kilobayt yerləşəcək və tam səs faylı orada yerləşdirə biləcək. Və 27 kilobayt qrafik fayl. 27 kilobayt deməli bizə neçə klaster lazımdır? 3 klaster 15 oldu, 4 klaster 20, 5 klaster 25, 6 klaster artıq 30 kilobayt. Bəli, 6 klasterdə 30 kilobaytdır. Deməli, ümumilikdə səs faylına 15 kilobayt lazımdır, qrafik faylı isə 30 kilobayt lazımdır. Və buradan bizdən klasterin sayını soruşur. 3 klaster buradadır, 6 klaster burada, ümumi 8 klaster istifadə olunur. Keçək 53-cü suala. 53-cü sualda diskdə klasterin ölçüsü 8 kilobayt olaraq təyin edilmişdir. Yaddaşdakı fayl diskdə 72 kilobayt yer tutur. Faylın həcminin mümkün variantlarını müəyyən edin. Deməli, klasterin ölçüsü 8 kilobaytdır və yaddaşdakı fayl diskdə 72 kilobayt yer tutur. 72 kilobayt, baxaq görək neçə klasterə yerləşəcək. Deməli, bir klasterimiz 8-dirsə, biz artıq təxmini bilirik ki, 9 klaster, yəni 9 klasteri götürsək, hər biri 8 kilobaytdan 72 kilobayt eləyir. Yəni 9 klaster götürə bilərik. Bu da 72 kilobayt edir ki, və bu da tam olaraq diskdə yer tuta bilir. İndi deyir ki, faylın həcminin mümkün variantlarını müəyyən edin. Yəni bu 72 kilobayta yerləşdirə biləcəyimiz mümkün faylların həcmini tapmaq olar. Baxırıq, birdə 64, bəli, 1 yerləşə bilir. 66 da yerləşə bilir. 68 də yerləşə bilir. 74 xeyr yerləşə bilməyəcək. 72 deməli 72 baxırıq ki, bir dəqiqə. 64 xeyr, burada 64-ü yanlış seçdik. 64 axı 8 kilobaytdan 8 klaster eləyir. Bizə maksimum artıq 9 klaster lazım olduğuna görə biz 8 klaster götürmürük. Ona görə 64-ü seçməyəcəyik. Gəlirik 66 artıq 8 klasterə aşır və bizə 9 lazım olur. Ona görə 66-nı seçirik, 68-i seçirik, 74 artıq 9 klasteri aşır. Burada 10 klaster lazım olur. Ona görə 74-ü seçmirik. 72-ni seçirik. 62 isə dediyimiz kimi 8 klasterlə də götürmək olur. Ona görə burada cavab olacaq 2, 3, 5 B variantı. Keçək növbəti suala. 54. Həcmi 118 kilobayt olan faylı 5 megabaytlıq boş diskə maksimum neçə dəfə yerləşdirmək olar? Deməli, burada baxırıq ki, həcmi 118 kilobayt olan fayl. Əvvəlcə baxaq görək, fayl klasterin ölçüsündə qeyd ediblər. Fayl 118 kilobaytdırsa neçə klasterin içinə yerləşə bilər? Baxırıq, 8 kilobaytdırsa bizə 10 klaster 80 eləyər, 11 88, 12 deməli 12 kilobayt kalkulyatordan istifadə eləyə bilərsiniz bu zaman. Deməli, kalkulyatordan istifadə eləyərək 118-i 8-ə bölsəz 14.75 alınır və bizə tam yerləşdirilməsi üçün biz 15 klaster götürəcəyik. 15 klaster. 15 klasterdə olacaq artıq, deməli 15 vur 8, 120 kilobayt. Deməli, bu 15 klasterə yerləşdi və 120 kilobayt həcmi oldu. Və deyir 5 megabaytlıq boş diskə maksimum neçə dəfə yerləşdirmək olar? Onda 5 megabaytı, yəni 5 megabaytı bölək 120 kilobayta və neçə dəfə yerləşdiyini tapaq. 5 vurulsun 2 üstü 23 böl 120 vurulsun 2 üstü 13. Bu 223 ilə gedər, burada 2 üstü 10 qalar və 120-ni də bölsək 5-ə, burada 24 düşür, burada
Deməli, yerdə nə qaldı? 1024, yəni 210 1024 deməkdir. Bölürük 24-ə. Kalkulyatorla hesablasaq, deməli 1024-ü bölsək 24-ə, cavab 42,6, yəni dövrdə. Bu təxmini bizə 42 dənə demək 42 dəfə yerləşə bilər. Artıq biz 42-dən yüksək götürsək, yəni 43 götürsək, o deməli diskdə daha artıq yer tələb eləyəcək. Amma bizə tam yerləşməsi üçün biz onu aşağı yuvarlaqlaşdırıb 42 ədəd götürürük. Ona görə cavab E variantı olacaq. Keçək indi növbəti suala. Deməli, C diskində olan şəkil BMP faylı şəkillərin qovluğunda yaradılmış 9-cu sinif qovluğunda yerləşir. Faylın tam adını müəyyən edin. C diskində yerləşən şəkil BMP faylı, bu şəkil BMP faylıdır. Şəkil BMP faylıdır. Şəkil yazaq bura. Bu yerləşir harada? Şəkillərin qovluğunda yaradılmış, şəkillərin qovluğunda yaradılmış 9-cu sinif demək qovluğunda yerləşir. Aha, onda faylın, bu da isə C diskidir. Onda cavab nə olacaq? C diski, şəkillərim 9-cu sinif və şəkil BMP. Baxırıq, cavab D variantı uyğun gəlir. C, şəkillərim 9-cu sinif, şəkil BMP. Cavab D variantı. Növbəti suala baxaq. Diskin bir klasterin həcmi 16 kilobayta bərabərdir. Aşağıdakı fayllardan hansılara yaddaşda ən azı 48 kilobayt yer ayrılar? Deməli, baxırıq ki, bir klasterin həcmi 16 kilobayta bərabərdirsə və fayllar deyir, aşağıdakı fayllardan hansılara yaddaşda ən az 48 kilobayt demək 3 klaster deməkdir və 3 klasterə yerləşdirə biləcəyimiz ən az həcmlərdən soruşur. Baxırıq 32 elə 2 klasterə də yerləşdiyinə görə biz onu artıq yuxarı götürə bilmərik. Ona görə 32-ni çıxırıq. Çünki 32 demək 48-də çox artıq qalır. Yəni hələ bir klasterdə tam artıq qaldığına görə biz bunu götürmürük. Bu 2 klasterə aiddir. 38, bəli, artıq 38 2 klasterə aşır və bizə daha artıq yaddaş tələb elədiyinə görə biz bunu 3 klasterlə götürürük. Yəni 48-in içərisinə 38-i yerləşdirə bilərik. 40-ı da, bəli, 40-ı da 3 klasterə yerləşdirə bilərik. Tam 48 kilobayta yerləşəcək. 49, xeyr, 49 48-dən aşdığı üçün bizə artıq 4 klaster lazımdır. Ona görə bunu götürmürük. Bunu da götürmürük. Sonra 42 kilobayt, bəli, tam yerləşər. Bunu da götürürük. Sonra bu 3 qeyd elədiyimi götürdük. Aha. Sonra gəldik 30 kilobayt. 30 kilobayt, xeyr, 30 kilobayt 32 kilobayt içərisində yerləşir. O da 2 klasterə tam yerləşir. Deməli, yerdə qaldı nə? 38 kilobayt, 40 kilobayt və 42 kilobayt. Cavab 2, 3, 5. C variantı. Sonra 57-ci sual. 6 ədəd 5 GB-lıq boş DVD diskə neçə ədəd 6 MB-lıq fayl yazmaq olar? Deməli, 6 ədəd, yəni 6 vurulsun 5 GB-lıq. Bu 30 GB-lıq bir boş diskdir. 30 GB-lıq boş diskdir və bura deyir neçə ədəd 6 MB-lıq fayl yazmaq olar. Onda nə edirik? Elə 30 GB-ı bölürük 6 MB-a. Buradan 30 vurulsun 2 üstü 33 yazırıq. 6 vurulsun 2 üstü 23 yazırıq. Deməli 30 ilə 6-nı ixtisar aparsaq bura 5 düşür. Bunun 23-ü ilə bunun 33-ü gedir, burada 10 qalır. Deməli olacaq nə? 5 vurulsun 2 üstü 10, yəni 5 vurulsun 1024. Bu da kalkulyatorla hesablasaq 5 vur 1024 cavab eləyəcək 5124.
Deməli 5120. Aha, indi baxırıq ki, deyir megabaytlıq fayl yazmaq olar. Deməli, burada variantlarda baxırıq 521. Bir də diqqət eləyək, diskə neçə ədəd 6 megabaytlıq fayl yazmaq olar. Maksimum 5121 yerləşə bilər. Aha, 6 ədəd 5 gigabaytlıq boş DVD diskə neçə ədəd 6 megabaytlıq fayl yazmaq olar? Deməli, 5120 tam yerləşdiyinə görə biz 5120-dən yuxarını götürə bilmərik. İndi baxıram. Deməli, deyir, bu diskə 6 megabaytlıq fayl yazmaq olar. Deməli, burada bizim bir dənə fikrimizdən yayılan bu oldu ki, burada klaster vermədiyinə görə biraz çaşqınlıq yaradırıq. Deməli, nə edirik? Əvvəlcə biz 1 gigabaytlıq boş diskə neçədən 6 megabaytlıq fayl yazmaq lazımdır, onu tapaq. Sonra ümumi 6 dənəsinə vuraq. Onda daha işimiz dəqiq alınacaq. Deməli, 5 gigabayt bir boş diskin həcmini bölürəm bir dənə faylın həcminə və tapıram ki, burada deməli 223 ilə 233 gedər, burada 10 qalar. Bu da deməli 5120 bölünsün 6 deməkdir. Bu da təqribi olaraq 853 aşağı yuvarlaqlaşdıraraq götürürük. 853 ədəddir və 853 ədəddirsə, onda biz 853 ədədi elə 6 dənə diskə vursam, cavab 5118, deməli 8 ədəd olacaq. Elə dəqiqliklə burada B variantını tapırıq. Cavab B olur. Bir də diqqətlə deyirəm ki, burada bəli, klaster verilmədiyinə görə bəzən çaşıb, mənim elə etdiyim kimi vurub sonra bölsək biz 5120 aldıq. 5120 də o artıqlaması ilə olur. Çünki biz bir boş diskin yerləşdiyini tapmırıq. Biz ümumi tapırıq və bu ümuminin içində də bilmirik ki, bu hansı demək, nə qədəri bir dənə boş diskə yerləşir. Ona görə hər birini ayrı-ayrı tapaq, yəni hər bir boş diskə dəqiqliklə tapaq ki, nə qədər yerləşdirə bilirik və tapdıq ki, 853 olsun. Çünki yuxarı yuvarlaqlaşdırsaq, bu artıq diskdən aşmış olur. Amma 853 tam dolu olur, əksiyi hardasa nə qədərsə çox az miqdarda ola bilər. Amma əsas odur ki, tam yerləşsin. Ona görə 853 təqribi tapdıq ki, yəni bir boş diskə neçəsi yerləşdi, 6 megabaytlıq fayl. Sonra 6 dənə boş diskə həmin yerləşən qədəri vururuq və ümumi tapırıq ki, ümumilikdə 5118 demək ədəd 6 megabaytlıq fayl yazmaq mümkündür. Aha. Sonra keçək 58-ci suala. Doğru yazılmış mətn tipli fayl adlarını müəyyən edin. Deməli, baxırıq birinciyə. Birincidə bəli, doğrudur. İkincidə sual işarəsi var, yox. Üçüncüdə altdan xətt var, ola bilər. Dördüncüdə ulduz var, ola bilməz. Beşincidə altdan xətt ola bilər. Altıncıda xətt olduğu, bax burada xətt işarəsi var, o olmaz. Cavab 1, 3, 5 olacaq. Deməli, bir dəqiqə. Bir də diqqətli olaq. Burada bəlkə tam aydın görmədik nə isə. Hə, burada axı mətn faylı deyilir. Görürsünüz, yenə diqqətimizdən yayılan müəyyən nüanslar olur. Mətn tipli deyil. Biz isə PPT-ni götürmüşdük. Xeyr, 5 də deyil. 5-in adı düzgündür, amma bu təqdimat proqramının fayl uzantısıdır. Ona görə də cavab olacaq 1 və 3. Text və doc. 1, 3. D variantı. Sonra keçirik növbəti suala. Çox getdik. 59-cu suala baxaq. Windows əməliyyat sistemində mümkün olan fayl adlarını müəyyən edin. Birinci, doc, ulduz olmaz. İkinci olar. Üçüncü, ABC deyə bir uzantı yoxdur. Ona görə də bu yanlışdır.
Yeni sual burada olmaz. File E ola bilər. Bu işarədə ola bilməz. Bir də diqqət, əslində ABC deyə bir uzantı, yəni dəqiq bizə verilmir. Düz götürürük onu. Məsələn, 2, 5 deyə bir cavab olmadığı üçün məcbur olaraq 2, 3 götürürük. 2, 3, 5-i götürəcəyik. Amma 3 variantda da, 3-cüdə də, yəni bu variant biraz müəmmalıdır. Çünki ABC deyə bir uzantı yoxdur. Yəni biz konkret uzantılarla işlədiyimizə görə bunu biraz qeyri-dəqiq götürürük, amma yenə də burada 2 variantlı yoxdur da cavab. Cavab burada A variantını götürəcəyik. 4 dəqiq bilirik ki, deyil. 4-ün çünki sual işarəsi var. Ona görə dəqiq o bilirik ki, mümkün deyil. Amma cavab burada 2, 3, 5 götürəcəyik. A variantı. Keçək indi 60-cı suala. 60-cı sualda nə deyir? Hər biri 1 kilobayt həcmə malik 10 ədəd səs faylının, 10 kilobayt həcmə malik 5 ədəd mətin faylının və 17 kilobayt həcmə malik 3 ədəd qrafik faylın diskdə tutduğu həcmi kilobaytlarla müəyyən edin və klasterin ölçüsündə 4 kilobayt vermişdir. Deməli, klaster verilibsə mütləq və mütləq biz bir səs faylının və yaxud da bir mətin və yaxud da bir video faylının həcmini klasterlə ifadə edib, klasterlə işləyəcəyik ancaq. Deməli, qeyd edək ki, hər biri 1 kilobayt həcmə malik 10 ədəd səs faylı. 1 kilobaytdırsa bizə elə bir dənə klaster bəs edir ki, səs faylı tam yerləşsin. 10 ədəd səs faylına isə onda 10 klaster götürəcəyik. 10 klaster də olacaq bizdə, deməli, 40 kilobayt. Sonra 10 kilobayt həcmə malik 5 ədəd mətin faylı. Demək, 10 kilobayta bizə neçə klaster lazımdır? 2 klaster götürsək 8 yerləşməyəcək. 3 klaster məcburuq götürək. 3 klaster olsa, bir dəqiqə hələ 3-ü yazmayaq. Aha, 3 klaster olsa bu eləyir 12 kilobayt və tam olaraq yerləşir. 3 klasteri götürürüksə birinə, 5-inə bizə onda nə olacaq? 15 klaster olacaq. Və 15 klasterdə bu da eləyəcək 3 vur, deməli 3 yox, 12, yəni 3 klasterimiz 12 kilobayt eləyir. 12 kilobaytı onda 5-ə vursam olacaq 60 kilobayt. Deməli, mətin faylına da 60 kilobayt, yəni 3 klaster lazımdır. Sonra gəldik 17 kilobayt malik qrafik fayla. Deməli, 17 kilobayt olması üçün bizə 3 klasterdə bəs eləmir. 4 klaster eləsək 4-də bəs eləməyəcək. Çünki 4 dəfə 4 16 kilobayt eləyir. 16 kilobaytda bəs eləmir. 5 dəfə götürsək, bəli, 5 klaster 20 kilobayt eləyəcək. 5 klaster 20 kilobaytdırsa, bizdə neçə? 3 ədəd qrafik faylı varsa, o da eləyəcək, deməli, 5 klasterdən 3 ədəddirsə, bu olacaq 15 klaster və 15 klasterimin hər biri 4 kilobaytdan, bu da eləyir 15 vur 4 elədi 0, 2, bu da 60 kilobayt. Bu da oldu 60 kilobayt. Bir də dəqiq baxaq. 15 klaster 15 klaster. Bəli, bu da oldu 60 kilobayt. İndi deyir ki, diskdə tutduğu ümumi həcmi soruşur. Ümumi həcm onda nə olacaq? 40 kilobayt, üstə gəl 60 və üstə gəl 60. Bu da oldu 120, 160 kilobayt. Cavab E variantı. Keçək 61-ə. Klaster tutumu 66 kilobayt olan diskdə faylın yaddaşda tuta biləcəyi həcmi müəyyən edin. Deməli, baxırıq burada 6 kilobayt bir klasterin tutumudursa, 126 megabayt baxaq, 126 megabayt. Deməli, burada variantları nəyə görə seçməliyik? Variantları klasterin tam tuta bilməsi baxımından seçməliyik. Məsələn, bir də 126 megabaytdır. 126-nı biz əgər bölsək, 126-nı biz 223 bölsək, 6 vurulsun 213-ə, burada bununla bu getsə
2 üstü 10 eləyir. 126 ilə də deməli 126 ilə də 6 ixtisar gedir 21-ə. Deməli buradan baxırıq ki 21 vur 2 üstü 10 bu tam olaraq yerləşə bilir də. Yəni biz həmin klaster tutumunu 126-ya tam bölə bilirik. İkinciyə baxsaq 36 kilobayt. 36 kilobayt bir klaster 6 kilobaytsa bu elə 6 klasterlə tam yerləşir. 3'ə baxsaq 101 kilobayt. 101 kilobayt artıq tam yerləşmir. Bölsək baxacağıq ki, cavab bir dövrü bir cavab alınır və bu tam dəqiqliklə alınan bir həcm deyil. Ona görə biz 3'ü götürmürük. Eləcə də 1 megabayta baxsaq, 1 megabayt da 2 üstü 23'dür. 2 üstü 23'ü bölsək 6 vurulsun 2 üstü 13'ə. Buradan bu ixtisar gedər 2 üstü 10 qalar və 1024'ü biz bölsək 6'ya bu tam düşmür. Tam düşmədiyinə görə biz bunu da götürməyəcəyik. Deməli 132 gigabayt, 132 bəli 6'ya bölünür tam. Ona görə 132'ni götürə bilərik. Yerdə qaldı 11 kilobayt. 11 də bilirik ki 11'i ümumiyyətlə 6'ya bölə bilmirik. Ona görə burada da tam cavab alınmayacaq. Cavab onda 1, 2 və 5. 1, 2, 5. B variantı. 32-ci suala baxırıq. Hər birinin həcmi 99 kilobayt olan 150 fayldan neçəsini 1 megabaytlıq boş diskə yerləşdirmək olar. Klaster tutumu 6 kilobaytdır. Hər birinin həcmi 99 kilobayt olan 150 fayl. Deməli, əvvəlcə 150 dənə fayla baxmırıq, saya baxmırıq. Bir demək, faylın tutduğu həcmə baxırıq. 99 kilobayt. Klaster həcmi 6 kilobaytsa, biz 99'u bölək 6'ya. Görək təxmini olaraq neçə klaster bizə vəs eləyir. Deməli, 99'u bölsək 6'ya alınar cavab 16.5. Deməli, bizə klasterin həcmini daha artıq eləməliyik ki, 99 tam yerləşsin. Ona görə bunu tam 17 kilobayta bölürük. Daha doğrusu 17 kilobayta bərabər kilobayt deyirəm klasterə. Deməli 17 klaster lazımdır ki bizə. 17 klaster lazımdır ki bunu tam diskə yerləşdirək. Baxaq görək 17 klaster neçə deməli kilobayt eləyir. 102 kilobayt. Bəli, deməli 99'u 102 kilobaytın içinə tam yerləşdirə bilirik. Bu olur 102 kilobayt. İndi bunun sayına baxaq. Deyir bundan 150 fayl olsun. Onda biz 150'ni vurarıq 102 kilobayta. Sonra deyir neçəsini 1 megabaytlıq boş diskə yerləşdirmək olar. Deməli aldıq biz bu cavabı 150 vurulsun 102. Vuraq 150'yə. 150 vur 102. Aha, cavabı alırıq 15300 kilobayt. Bunu da 1024'ə bölsək təxmini olaraq cavabı alırıq 14.9 kilobayt. Deməli, təxmini olaraq bunu aldıq. İndi biz 1 megabaytlıq boş diskə deyir neçəsini yerləşdirə bilərik. Onda 1 megabayt yəni 2 üstü 33 deməkdir. 2 üstü 33'ü bölsəm bunu deməli 14.9'u biz 15 yazsaq 2 üstü 13'ə. Buradan da cavab alarıq. Deməli, bununla bunu ixtisar eləsək 20 qalır və bu da 15. Bir də dəqiqliklə baxaq görək gözümüzdən nə yayındı. Burada biz deməli 2 üstü axı megabaytla aldıq bunu. Bir dəqiqə. Biz kilobaytda saxlamışıq. Baxın burada megabaytda artıq. Çünki 1024'ə böldüm bu ümumi cavaba və təqribli olaraq 14.9 megabayt aldım. İndi bəli 2 üstü 23'ü, daha doğrusu 33'ü, yəni
1 megabaytı. Bir dəqiqə. 1 megabayt. Aha. Bir dəqiqə. Yenidənsə burada səhvlik oldu. Gəlin bu məsələni yenidən izah edək. Biraz fikrimiz qarışdı. Deməli, əvvəlcə nə edirik? Bir həcmə baxırıq, 99 kilobaytdır və biz tapdıq ki, bu deməli 99-u 6-ya böldük. Deməli, aldıq ki, 99-u bölsək 6-ya aldıq 16.5. Bu da 17 klaster edir. 17 klaster. 17 klasterdə bizə neçə verir? Həcm olaraq 6 kilobayta vursaq, bəli, 102 kilobayt. 102 kilobayt. Aha. İndi 102 kilobayt verib və 150 fayldan neçəsini 1 megabaytlıq boş diskə yerləşdirmək olar. Aha, burada elə sadə usulla 1 megabayt bölsə 102 kilobayta, biz elə oradan sayı tapa bilərik də 150 fayldan neçəsini. Bir də diqqətlə baxaq. Aha, bəli. Gəlin elə boş diskin ölçüsünü, yəni 1 vurulsun 223 bölsək, aldığımız 102 kilobayta, onda olacaq, deməli kilobaytı da yazaq 213 kimi. Bundan bu ixtisar getdi, burada 10 qaldı. 10'da 210'da 1024 deməkdir. 1024'ü də mən 102'ye bölsəm, burada alınacaq 10.03. Bu da elə ən aşağı yuvarlaqlaşdırıb 10 götürürük ki, tam yerləşsin və artıq olmasın. Onda demək elə 150 fayldan cəmi 10'u yerləşə bilir. Cavab onda Y variantı olacaq. Çünki 11 dənəsinə biz 11'e yuvarlaqlaşdırsaq, bu artıq həmin boş diskdən artıq qalacaq. Daha doğrusu, yəni çatmayacaq, əksik qalacaq. Amma bizə tam yerləşməlidir. Tam yerləşməsi üçün biz onu artıq aşağı yuvarlaqlaşdırmalıyıq. Ona görə də 10 fayl yerləşir həmin diskə. Bəli, cavab 10 olacaq. Deməli, 63-cü suala baxırıq. Diskdə eyni həcmə malik olan faylların sayını müəyyən edin. Deməli, birinci baxırıq, klasterin ölçüsünü 4 kilobayt verir. 17 kilobayt bizdə deməli neçə klaster olar? 3 klaster olsa 12, 4 klaster olsa 16, 5 klaster olsa 20. Deməli 17 kilobayt, birincidə 17 kilobayt verir bizə 5 klasterinin 20 kilobayt. İkincidə 20 kilobayt verir bizə, bəli, 5 klasterlə bu da 20 kilobayt. Üçüncüdə 22 kilobayt artıq bizdə aşır. Bu 5 yox, 6 klaster olacaq. Bu da olur 24 kilobayt. 37 kilobayt 5 də olmayacaq, 6 da olmayacaq, 7 də olmayacaq, 8 də olmayacaq, 9 da olmayacaq, 10 olacaq. Bəli, 40 kilobayta. Sonra 41 kilobayt, bu 57 oxşadı. 41 kilobayt olacaq. Deməli, bir klasterimiz 4 kilobaytdır deyə 10 klaster olacaq 40 kilobayt. Bu heç onda ödəməyəcək. Bizə məcburuq 11 kilobayt olsun. Bu da 44 kilobayt olacaq. Sonra 19 kilobayt bizə deməli 5 klaster lazımdır ki 5 vur 4 olsun 20 kilobayt tam yerləşsin. Və sonuncu 33 kilobayt artıq bizə 8 olsa 32 eləyir, 9 olsa 36 kilobayt eləyir. İndi bizdə deyir ki, eyni həcmə malik olan faylların sayını müəyyən edin. Deməli, burada 21 dənədir, 22 dənədir, 23 dənədir. Qalan hər biri fərqli həcmlərə malikdir. Ona görə 3 dənəsi eyni olacaq. Gəldik 64-də. 22 kilobayt həcmi olan fayl diskdə neçə klaster və neçə kilobayt yer tutar? Bir klasterin həcmi 6 kilobaytdır. Deməli, bir klasterin həcmi 6 kilobaytdırsa, bunu artıq tam olaraq
başa düşmüş sayılırıq mənə elə gəlir. Biz artıq 2 klaster olsa 12 eləyir. 3 klaster olsa 18 kilobayt eləyir. 4 klaster olsa artıq neçə olacaq? 24 kilobayt olacaq. Və bizdə faylımızın həcmi də 22 kilobayt olduğundan bunun içərisində tam yerləşir. Ona görə də bizdən klasterin sayını, yəni 4 klaster və həcmini 24. 4 klaster və 24 kilobayt həcm. Cavab B bəndi olacaq. Gələk 65-ci suala. Windows sistemində yanlış olan fayl adlarını müəyyən edin. Deməli, baxırıq birinciyə. Birincidə gəlirik altdan xətt olar, tre olar, amma nida olmaz. Deməli burada nida yox, sual ola bilməz. Bir doğrudur, bizdən yanlışı soruşur, diqqətli olaq, yanlışı soruşur. Deməli, bir olar, ikincidə slash var, olmaz, ikincini götürərik. Üçüncüdə doğrudur, üçüncü götürmürük. 4-də deməli, bəli, slash işarəsi var, böyük kiçik işarəsi var, 4-ü də götürürük. 5-də deməli, present nida var, olar, amma sual olmaz, sual götürəcəyik. 6-da, bəli, 6 doğrudur. Onda cavab 2, 4, 5. Cavab D bəndi olacaq. Keçək indi növbəti 66-cı suala. Sərt diskdə həcmləri 206 kilobayt, 304 kilobayt, 1347 kilobayt, 460 kilobayt olan fayllar var. Hansı faylların ölçüsü diskdə tutduğu yer ilə eynidir? Bir klasterin ölçüsü 4096 baytdır. 4096 da deməli 4096 2 üstü 12 deməkdir. Bu da elə bir 2 üstü 12 4 vurulsun 1024. Yəni 4 vurulsun 1024 də kilobayt kilo olduğundan kilobayt yazırıq. 4 kilobaytdır bir klasterin ölçüsü. Deməli 206 kilobayt deməli baxaq görək neçə klasterə yerləşəcək. 206-nı bölsək 4-ə, deməli kalkulatorla hesablasaq 206 böl 4 cavab eləyir 51. Yəni bu 52 kilobaytlıq olacaq. Kilobayt deyirəm, klaster, üzr istəyirəm. Klaster 52 klasterə yerləşəcək. Sonra 52 klasterdə hesablasaq, 52 klasteri deməli 4 kilobaytdan 208 kilobayt edir. 208 kilobayt, bəli, tam 206 yerləşdi içində. Sonra bu birinciyə aiddir. Sonra 304 kilobayt. 304 kilobaytı, yəni 304'ü də yenə bölürəm 4'ə. Bəli, tam düşdü. Tam elə 76 klaster düşdü. 76 klaster. Və onu da 4 kilobayta vuraq. 304 kilobayt elə bu da tam yerləşəcək. Sonra bu üçüncü 1347 kilobayt. 1347'ni bölsəm 4'ə 336,7 olur. Biz onu artıqlamasından götürək. 337 klaster götürək. Və baxaq görək 337 vur 4 kilobayt 1348 kilobayt eləyəcək və 1347 tam burada yerləşəcək. Bu oldu deməli. Digərinin sonda isə 460 kilobaytdır. 460'ı da bölsək 4'ə 115 klaster olur. 115 klaster və bu da elə 460 kilobayt olacaq. Bizdən hansı faylların ölçüsü diskdə tutduğu yer ilə eynidir deyir. Bəli, burada elə buydu. Diskdə tutduğu yerə, yəni 304 elə 304'ün içərisində yerləşir və burada 460 kilobayt idi ki tam yerləşirdi. Digərlərində 1 kilobayt artıq olurdu. Qalanlarında isə, bunlarda isə yox, tam yerləşirdi. Ona görə olacaq neçə? 304 və 460 kilobayt cavab C bəndi.
Keçək 67-ci suala 256 rəng çalarlı palitradan istifadə etməklə 768x640 piksel ölçülü qrafik təsvirin hər birini yaddaşda saxlamaq üçün əlavə 40 kilobayt informasiyanı da saxlamaq lazım gəlir. 4 kilobayt klasterlərə bölünən 3 megabayt həcmi olan boş diskdə ən çox neçə belə təsviri saxlamaq olar? Deməli, burada əvvəlcə bir qrafik təsvirin həcmini hesablayaq. 256 rəng çaları deyirsə, bu 208 rəng çalarıdır və bir deməli, rəng dərinliyi 8 bit olur. Onda 768 vur 640 vur 8 bit eləyir. Və onu həmçinin kilobayt çevirmək üçün 213-ə də bölsək, burada 203 ilə 8 gedər, burada 210 qalar. Bunu da kalkulyatorda hesablasaq, deməli, cavab olur 480 kilobaytla. Və deyir ki, əlavə olaraq 40 kilobayt informasiyanı da saxlamaq lazım gəlir. Onda 480 üstə gəl 40 kilobayt, bu da olur 520 kilobayt. 520 kilobaytı deməli 4 kilobaytlıq klasterlərə bölərsək, bu elə deməli tam olaraq 130 klaster düşür. 130 klaster düşür və 520 kilobayt da tam klasterin ölçüsünə uyğun gəlir. Və deyir ki, həmin deyir bu həcmi 3 megabayt həcmi olan boş diskə ən çox neçə belə təsviri saxlamaq olar? Onda 3 vurulsun 223-ü, yəni 3 megabaytı bölsəm, deməli 520 kilobayta, yəni 213-ə. 213 ilə 223 gedər, burada 10 qalar. Yəni 3 vurulsun 1024 bölünsün 520. Bu da təxmini olaraq 5 tam neçə olur və biz onu 5-ə yuvarlaqlaşdırırıq. Çünki 5 tam neçə olsa artıq o diskdən daha çox həcm yəni yaradacaq. Bu da yəni o diskə yerləşməyəcək. Diskə tam yerləşməsi üçün biz 5 deməli təsvir götürə bilərik. Cavab olacaq burada A variantı. Keçək 68-ci suala. Klaster ölçüsü 4 kilobayt olan disk tutumu 700 megabaytdır. Həmin diskə 3 ədəd 2045 kilobaytlıq mətin faylı, 7 ədəd 1023 kilobaytlıq səs faylı və 14 ədəd 2040 kilobaytlıq həcmə malik qrafik faylı yazdıqdan sonra diskdə neçə megabayt boş yer qalar? Deməli, bu məsələdə də ayrı-ayrı deməli, faylların həcmlərini klasterə ayırıb taparıq həcmlərini. Deməli, birinci mətin faylına baxaq. Mətin faylı 2045 kilobaytdırsa, biz bunu 4 kilobaytlıq bir klasterə ayırsaq, bu eləyəcək, deməli, 2045 təqribi, deməli, 511 tam necə 4-ə bölürük də, yəni bu həcmi 4 kilobayta bölürük ki, görək neçə klasterə yerləşir. Bu da 511 tam neçə eləyir? Biz onu tam olaraq 512 klaster götürək. 512 klasterində həcmi olacaq, deməli, 2048 kilobayt. 2048 kilobayt bir mətin faylınındırsa, bizə 3 ədəd mətin faylının deyir. Ona görə 3-ü vururuq 2048-ə, alırıq burada 6144 kilobaytı. Bu oldu mətin faylına. Keçirik indi səs faylına. Səs faylında 1023 kilobayt. Bu da bunu bölsək 4-ə təxmini 255 tam neçə eləyir? Biz onu 256 klasterə ayırırıq. Bu da 256 klaster olur 1024 kilobayt və bu bir səs faylınındır. Bizə 7 ədəd 1024 kilobayt lazımdır. Bu da olacaq 7168 kilobayta. Bunu da tapdıq. Sonra gəlirik qrafik faylı. 2040 kilobayt. 2040 kilobayt olur. Elə deməli 510 klaster. 510 klasterdə elə olur 2040 kilobayt. 2040 kilobaytı da vursaq 14'ə. 14 vurulsun 2040 kilobayta. Burada da cavab olacaq 28560 kilobayt. Və bunların hər birini
cəmləyirik. Yəni 3-ünü də cəmləyirik. 6144-ü də toplayıram. 7168 və bu. Üçünün, yəni ümumi həcmini toplasam, cavab edir 41872 kilobayt. Deməli, bu ümumi həcmi tapdıq. Və bizdən deyir ki, disk tutumu 700 megabaytdır. Mən 700 megabayt, demək 41872 kilobayt olduğundan biz bunu megabayta çeviririk. Megabayta çevirəndə bu təxmini 40 tam neçə alınır. Və biz 40 tam neçə yox, biz bunu 41-ə yuvarlaqlaşdırırıq ki, deməli, axı 700 megabayt çoxdur. Yəni 700 megabaytdan bizdən tam olaraq çıxsın və orada faylın qalıqları qalmasın. Və 700 megabaytdan mən 41 megabaytı çıxsam, 41 megabaytı çıxsam, yerdə demək alınır 659. Deməli 659 megabayt boş yer qalacaq. Və digər suallar artıq açıq tipli suallardır və bir növ şifahi stilli suallardır. Mən istərdim ki, bu mövzu üzrə burada klaster məsələləri var ki, klaster məsələlərini bir çox deməli tələbələrimiz, şagirdlərimiz çaşır. Ona görə də istədim ki, bunun biraz geniş və aydın açıq izahını verim. Ümid edirəm ki, izahlarımız sizin üçün faydalı oldu.